Salam əziz abituriyentlər, xoş gördük hər birinizi. Mən riyaziyyat müəllimi Vüsal Əsədov. Bugün yenə sizlər üçün OTK blok buraxılış 1 sınağının 11-ci sinif riyaziyyat suallarının izahını verəcəm. Hər birinizə uğurlar arzulayıram. İnanıram ki, hər kəs yüksək nəticə toplayıb. Zəif yazanlar motivasiyadan düşməyin, növbəti imtahanlara hazırlaşın. Bizim onlayn dərslərimiz var 11-ci siniflər üçün. 051 648 5407 nömrəsinə yazıb dərslər haqqında ətraflı məlumat öyrənə bilərsiniz. Əyani hazırlıqlarımız Gəncə şəhərində keçilir. Dərslərimizə qoşulmaq istəyən bu nömrə ilə əlaqə saxlaya bilər. Keçək sualların izahına. Birinci nömrəli sualda 32-dən kiçik 3-ə bölünən natural ədədlər çoxluğu üçün aşağıdakılardan hansı doğrudur? Hansı təşriflər doğrudur? Baxaq görək. Deməli, 32-dən kiçik 3-ə bölünənlər 3-dən başlayıram. 3, 6, 9, 12, 15, 18, 21, 24, 27, 30. Ədədi ortası 18-dir. Baxaq, bu deməli, ədədi ortanı tapanda ikisinin cəmi elədi 33. 5 dənə cüt var. 5-i vururam 33-ə. Bölürəm saylarını 10-a. 16, 10-da 5. Ədədi orta 16, 10-da 5. Modası yoxdur. Bu doğrudur. Ədədi ortası 18-dir. Bu yanlışdır. Medianı ədədi ortasına bərabərdir. Bəli, median ədədi ortaya bərabərdir. 15 ilə 18 cüt sayda olanda ortadakı iki ədədin cəminin yarısı. Median ədədi ortasına bərabərdir. Bu doğrudur. Cavabımız oldu 2 və 3. Keçək növbəti suala. İkinci nömrəli sualda deməli, üçbucaqda deyir ki, AB'miz AB C üçbucağında AB 5'dir. BC 7'dir. Üçbucağın AB'si bucağı, yəni bu alfa bucağı onun ən böyük bucağıdır. Bilirik ki, ən böyük bucaq qarşısında ən böyük tərəf durur. Yəni X burada 7-dən böyükdür. Bunların cəmindən isə kiçikdir. X 7 ilə 12 arasında yerləşir. Və bizim cavabımız 8, 9, 10, 11. Bu elədir. Deməli, 38. Variant oldu. B variantı. Keçək növbəti suala. 3 nömrəli tapşırıqda AOB 140 dərəcədir. Ümumi 140 dərəcədir. AOC-nin bura 3K-dırsa, COB-yə nisbəti COB 4K-dır. Bu da tənbölən olduğuna görə 2K, 2K. Bir OD şüası COB-nin tənbölənidir. Onda 2K, 2K. 7K-mız 140 dərəcəyə bərabərdir. K-mız 20 dərəcədir. Bizdən soruşur. AOD bucağını soruşur. AOD bucağı. AOD bucağı 5K-dır. Belədir 100 dərəcə. 4 nömrəli tapşırığa baxaq. Deməli, A minus B 5'ə bərabərdir. Açıq B 5'dir. 5'ə bərabərdir. Bizdən bunu veribdir. Bunu biz belə yaza bilərik. Bunun hər tərəfini kvadrata yüksəltsək. A kvadratı çıxılsın 2AB üstə gəlinsin B kvadrat bərabərdir 25'ə. A kvadrat plus B kvadratını 43 vermişdi. Buradan mənfi 2AB bərabərdir. Mənfi 18 isə AB bərabərdir 9'a. A plus B'nin kvadratı bərabərdir. A minus B'nin kvadratı üstə gəlinsin 4AB'yə. Bu da bərabərdir. A minus 5 25 üzərinə gəlinsin 4AB 36. Bu da elədi 61. Variant oldu Y variantı. 5 nömrəli tapşırıqda yuxarıdan x'i çıxarsaq 5x plus y plus 1, aşağıdan y'yi çıxarsaq y plus 5x plus 1. Bununla bu eyni şeydir, qaldı x böl y. Variant oldu A variantı. 6 nömrəli tapşırıqda tənasübdür, bilirik. Deməli, orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. 3-də 5x bərabərdir. 7-də 17-ni vuracam 9'da 7'də 18'i bağışlayın. 7'də 18'i vuracam 9'da 7'ye. Bunlar getdi 2
Buradan da x bərabərdir 2 vurulsun 5'te 3. Bu da elədi 1 onda 2 variant oldu. A variantı. 7 nömrəli tapşırıqda ədədlərin hasilinin standart şəkildə yazılışında qiymətli hissə ilə tərtibin cəmini tapın. A bərabərdir 24 vurulsun 10 üstü 20. B də 5 vurulsun 10 üstü 3. Bunların AB hasili 120 vurulsun 10 üstü 23. Ədədin standart şəkli bilirik ki, A vur 10 üstü şəklində. A qiymətli hissə 1-10 aralığında yerləşir. Ona görə bunu yazacağım. 1 onda 2 vurulsun 10 üstü 25. 25 üstəgəl 1 onda 2 o da elədi 26 onda 2. 8 nömrəli tapşırıqda deməli burada ifadəsini sadələşdirin. 16 vur 2 şəklində yazsaq 4 kök altında 2 x də çıxır oradan 20 x kökdə 2x üzərinə gəlinsin 9 vur 2 şəklində yazsaq 3x kökdə 2x çıxılsın 25 vur 2 kimi yazsaq 5x kökdə 2x bilirik ki əmsallar kökaltı ifadələri eynidirsə 23x 5x 18x kökdə 2x variant oldu. A variantı. 9 nömrəli tapşırıqda deməli çoxluqlara aid tapşırıqdır. A ilə B NA 36 NB 39 NA fərq B A fərq B bilirik ki buradır. NA'da 36 element var idi 18'i bura qaldı. NB'de 39 element var idi 39'dan 18 çıxanda 21'i bura qaldı. Bizə B fərqanı soruşur 21. 10 nömrəli tapşırığa keçək. Bir ədisinin qüvvəti əmsalından neçə dəfə böyükdür? Bunu əvvəlcə biz sadələ 3'də 10 10 üstü 4 bölünsün 3 üstü 4 vurulsun. Burada əmsalımız nədir? A üstü 32 qüvvətə yüksəldəndə qüvvətlər vurulur. 3 üstü 5 bölünsün 10 üstü 5 A üstü 5 B üstü 15 bərabərdir. Burada bunlar ixtisar getdi. Bundan bu getdi qaldı. Əmsalda 3 böl 10 A üstü 37 B üstü 35 deməli A üstü 37 B üstü 35 düzgün yazdık mı? A üstü 32 B üstü 20 burada da A üstü 5 B üstü 15 yani A üstü 37 B üstü 35 bunun əmsalı qüvvəti 72'dir. Əmsalından neçə dəfə çoxdur? Onlarca böləcəm. O da elədi 24 vurun 240 tersinə vururuq. Burada 24 vurun 240 variant oldu. A variantı. 11 nömrəli tapşırıqda deməli 3'də 7 vurulsun 7'də 30 bunlar getdi qaldı 10 ikincini toplasaq eyni şəraidir 8 tam 38'də 58 bu deyir mənfi 9 tam 38'də 20 burada 7 tam idi bağışlayın 7 tam bu doyadı 8 tam 38'də 20 ondan çıxanda bunu qalacaq 1 tam 38'də 18 ixtisar eləsək 1 tam 19'da 9 variant oldu. B variantı. Hasili 72 olan 2 natural ədədin cəminin mümkün olan ən kiçik qiymətini tapın. 1 vur 72 yaza bilərik. 2 vur 36 yaza bilərik. 3 vur 24 yaza bilərik. 4 vur 18 yaza bilərik. 6 vur 12 yaza bilərik. 8 vur 9 yaza bilərik. Cəminin ən kiçik qiyməti 8 və 9. Bu da elədi 17. 13 nömrəli tapşırıqda ədədlərini müqayisə edin. Bu tip suallarda deməli qüvvətləri eyniləşdirmək lazımdır. Qüvvətləri eyniləşdirmək üçün
Biz burada bunu deməli qüvvətlərini eyniləşdirmək üçün burada nə edə bilərik? Bunu yaza bilərəm ki, A bərabərdir. 100-ü yaza bilərəm. 350 elədi 950. B bərabərdir. 350 elədi 850. C bərabərdir. 750. Qüvvətlər eynidirsə, əsas birdən böyükdürsə, böyük olan böyükdür. A böyükdür birdən, C'dən, böyükdür C'dən. A böyükdür C'dən, böyükdür C'dən. Variant oldu. C variant. A böyükdür C'dən, böyükdür C'dən. Keçək 14 nömrəli tapşırığa. Burada deyir ki, A kvadrat, B kvadrat bölü 6 bölü 9'u hesablayır. Burada bilirik ki, bunlar kaç bölü kvadratdır? Resim bir kvadratdır. Burada göre yazabiliriz. A bölü 3 bölü 2, A bölü 3 bölü 2. Aynen B'nin üzerine bize verecek 97'ni. O 97 sırayla değil. Adam B'nin standa bize verecek deməli 24 tam 92, yəni 24 tam 5. Sırayla 24 tam 5 hasılı 270. 15 nömrəli tapşırıqda 160 bucaqdır. ASB bucağı 90 dərəcədir. AS'miz 4'dür. BS'miz 8'dir. Bura oldu köşkü 80. Tanrı CAB'miz Tanrı CAB beraberdir. Tanrı bilir ki karşı katetin çift katete nispetidir. Kosinüs CB A'ya nispettir. Kosinüs CB A sıra olsun. Kosinüs CB'ye. Kosinüs bitişimi kökenza nispetidir. 8 bölünsün. Bu da 4 köşte 5. Şimdi bize bunun buna bölünmesini soruşur. İkini bölenle bura 8 köşte 5 bölünsün. 8 olur. O bölü köşte 5. Varyant oldu. 16 nömrəli tapşırıqda MP tembelendi. Deneyimimiz 12'dir. 12'dir. Enkamız 8'dir. Enkamız 20'dir. Bunda bu olur 12K yazabilirim. 18K yazabilirim. 9K beraberdir 20'ye. K beraberdir 3'te 2. Bizde oldu. MP'miz oldu 8. 13'ün 3'te 2'ye buranda. Enkamız oldu 13'ün 3'te 2'ye buranda. Burada 12. Şimdi bizden neyi soruşur? MP tembölenin düsturuna göre kök altı 12 bölü 18 sıkılsın. 8 bölü 12. Ben de 12'nin ortasında bazıları çıkarsın. 12 bölü bunları 8 bölü 12. 12 bölü 18 8 bölü 12. Bizden MP'ni soruşuyor. Ben tembölenin MP'ni bizden MP'ni soruşuyor ve MP cevap oldu. Sonra 17 nömrəli tapşırıqda tərs informativ hissələrə bölünən 3'də 1 K, 3'də gəlinsin 4'də 1 K, 3'də gəlinsin 6'da 1 K bərabərdir 180. Ortaq məxərci bizdə 12'dir. 12'də bu oldu 4, bu 1, bu 2. 12'də 9K bərabərdir 180'ə. K da bərabərdir 240. En kiçik ədəd 6'da 1'dir. O bir adet 4'dür. 18 nömrəli tapşırıqda 2025 çıxılsın köşkdə 130'un kəsir hissəsini tap. Bilirik ki, deməli bunun kəsir hissəsini tapanlar təqribi köşkdə bundan çıxır 11 tamamda 1. Bu verilir 2013 tam. Bunda 4. Bunun tam hissəsi 2013'tür. Ədədin özündən kəsir hissəni tapanda ədədin özündən bunun tam hissəsini çıxıram. 2013
Növbəti tapşırığa baxaq. Həqiqi ədəd üçün 43 çıxılsın a kvadrat plus 2 ifadəsindən böyük qiyməti. Azalan çıxılan hər ən böyük olması üçün çıxılan ən kiçik olmalı. Bunun da ən kiçik qiyməti həqiqi ədəd olduğuna görə burada 0 verirəm. Qaldı 43 çıxılsın 8 elədi 35 variant oldu. B variantı. Sonra 20 nömrəli tapşırığa baxıram. Ədədi 8-də bölgüsdə qalıb 16. Yəni 8 bölgüsdə 6. 12'ye bölgüsdə 12 n bölgüsdə 10. 18'də bölgüsdə 18 n bölgüsdə 16. Bir x ədədidir. Baxırıq ki, hər birində bölünməsi üçün 2 çarpılır. X plus 2 bərabərdir. Bura 8'də tam bölünəcək. 8 k plus 8. 12 n plus 12 bərabərdir. 18 n plus 18. Deməli, bu 8'də bölünən, 12'ye bölünən, 18'də bölünən. Əkyox tapacaq. Əkyox 8, 12, 18. 8 ilə 12 əkyox 24'dür. 24 ilə 18'də əkyox 72. 72'dən biz 2'ni çıxacaq. X'ı tapanda evimiz 70. 70'in rəqəmlər düzəni belədir. Qırıqlanmış hissələrə uyğun ifadəni müəyyən edin. Gəlin baxaq. A birləşir B-dən, B birləşir C-ni çıxsaydı, burada tamamilə fərqli bir yer alınardı. Yəni A variantı deyil. A birləşir B-dən, A birləşir B-nin hamısıdır. Bir kəsişir C-ni çıxsaydı, bu da deyil. A fərq B ilə B kəsişir C-nin birləşməsi variant olur. B variantı. 22 nömrəli tapşırığa 2 faizli duz məhlulunda suyun 40 qram yuxarılanırsa, məhlulu bilmirəm, məhlulu götürürəm mən x. 2 faizli deyirsə 0,2 bunun duzu, su 0,98 x'dir. Yer bizdə suyu buxarlandırsa, bu olacaq 0,98 x minus 4, bu olacaq 0,2 x. Ve burada bizim ümumi məhlulumuz oldu x minus 4. Duzun faizi həmişə duzu bölürük məhlula. 0,2 x bölünsün x minus 4 bölü bərabərdir 2,5 faiz. Buradan 2x bərabərdir 2,5 x minus 100. X bərabərdir 2,5 x bərabərdir. Bizdə x bərabərdir 200. Bizdə x'imiz 200 oldu. Məhluldakı duzun kütləsini tapın. Məhluldakı duzun kütləsi 2 faizliydi. 200'ü vurulan 2'ye bölünen 100'ü. Buraya 4 variant oldu. A variantı. 23 nömrəli tapşırıqda köklərlə bağlı sualdır. Bunu 8 kilo 2 kökdə 6 yazıram. Kök altında 22. Burada tam kvadrata gətirmək üçün deyib 2 misli saatlayıram. 4'ü kök altına daxil eləsək. Bu verəcək 96. Kök altı ifadəni elə iki ədədin hasili şəklində göstərirəm ki, cəmi 22 edir. 16 var. Və bu da 8 üstə gəlsin 2 kök tarixi olsun. Kök altında kök 16 minus kök 6'nın kvadratı. Burada da kvadratla kök getdi. 2'ni çıxarsa 2 vurulsun. 4 plus kök 6 vurulsun. 4 minus kök 6. Bu da kvadratlar fərqidir. 16 çıxarsa 10. 2'ye vuran da elədir 20. 24 nömrəli tapşırıqda m natural ədədinin 8'də bölgüsdə qalıqda 5 alınır. M bölü 8 dəyişənlərlə yazmaq olar. Qalıqda 5. M-i tapıb yerinə yaza bilərik. Amma bu şəkildə də yazmaq olur. Yəni düz verir. X'ə 0 versək, buradan M-i tapıram 5. M-in yerinə 5 qoyanda 5'in kvadratı da 5 qoyur. Və gəlinsin 29. Bu da elədir 74. 79'u 8'də böləndə 9 qalıb 7 alınır. Cavab oldu 1. Bir də götürsək eyni şeydir. Bir götürsəm məsələn. M-i alıram 13. 13'in kvadratı 169. 169 üstə gəlinsin 65. Və gəlinsin 29. Bərabərdir. 169'un üzərinə 65 gələndə
eləyir 234. Üzərinə 29 gələndə eləyir 263. 263-ü də 8-ə böldükdə 263-ü 8-ə böləndə 263 bölünsün 8. 3, 24, 23, 22 böləndə 2 qalıb da 7. Eyni şey. A böldü qalıb 7. 25 nömrəli tapşırıqda qammamız 70 dərəcədir. Bettamız 151-sə, bettanın qonşusu 9'dur. Bura alfadır. Alfa kürüs 30 bərabərdir 70. Alfa bərabərdir 40. Oldu 25 nömrəli. 26 nömrəli tapşırıqda boş boru bir boru ilə 6 saata dolur. Deməli 1 saata 6'da 1 dolur. 6'da 1 dolur. İkinci 8 saata boşaldırsa 1 saata 8'də 1'i boşalır. Su ilə tam dolu hovuzu ikinci boru atdıktan 2 saat sonra su ilə tam doludursa, yəni bu tam şəkildə doludur. İkinci borunu 2 saat atanda 8'də 2 hissəsi boşalır. 8'də 2 hissəsi boşalır. Yəni 4'də 1'i boşalır. Həmin bu 4'də 1'in doldurmaq üçün ikisi verilmişdə 6'da 1 çıxılsın 8'də 1 vurulsun x bərabərdir 4'də 1'ə. Buradan da biz deməli 24'də 1x bərabərdir 4'də 1'ə. X'i tapdım 6. Saat 6 saata bölər. Keçək 27 nömrəli tapşırığa. Uyğun tərəf perpendikulyer olan bucaqlar bilirik ki, ya alfa beta'ya bərabərdir, ya da alfa ilə beta'nın cəmi 180 dərəcə olur. Alfa 42 olanda beta'da 42 ola bilər. 1'ə getdi Y variantı. Beta'da 138 də ola bilər. Cəmləri 1'ə Y gedir. Sonra alfa minus 74 bərabərdir 1. Əvvəlcə ikinciyə baxaq. Alfa 136 olarsa beta 44 ola bilər. A variantı. Beta'nın özü də 136 ola bilər. Elə variantımız yoxdur bizdə. Şimdi ikinciyə baxıram. İkinciyə baxıram. İkincidə alfa çıxaq 74 bərabərdir beta olubsa, bunlar eyni adlı deyilmiş. Çünki eyni adlı olsaydı bunların fərqi 0 eləyərdi. Deməli bunların cəmi 180 dərəcədir. Buradan alfa minus beta 74'tür. Alfa plus beta'mız 180. Beta'lar 2 alfa bərabərdir. 254'də alfamız bərabərdir 127'də. Alfamız 127'dir. Beta'mız 50. Beta'mız oldu 50. Buna da getdi. 2'ye də getdi. C variantı. Qaldı deməli bizdə C variantı. C variantı heç bundan uyğun gəlmədi. Sonra keçək 28 nömrəli tapşırığa. Məhlul məsələlərində mən həmişə şagirdlərə deyirəm ki, belə sxemlə həll eləmək rahatdır. Burada tuz 20'nin 8%, yəni 1.6'dır. Su 18.4'tür. Birinci məhluldur bu. İkinci məhlulda 25'dir. Tuz 4%'dir, yəni 1'dir. Su 24. Məhlulları qarışdıranda 5 kiloqramda su əlavə etmişlər. Deməli, məhlulları qarışdıranda tuzun faizi deyəndə yuxarıda tuzlar toplanır. 20, 25, 45 elədi. 5 də tuz əlavə elədim. Oldu 50. Vururam 100'ə. Bu elədim. 5.2 faiz. Neçə faizli tuz məhlulu alınır? 5.2 faizli tuz məhlulu alınır. 29 nömrəli tapşırıqda uzunluğu 72 cm olan AB parçasının uzunluğu 72'dir. B və C nöqtələri ilə AD parçası B və C nöqtələri ilə 204 nisbətində bölünür. Bura 2K'dır, 3K'dır, 4K. Toplasaq cəmi eləyir 9K bərabər 72'yə və bərabərdir 8. Deyir bizə AB və CD parçalarının ortaları arasındakı məsafə. Yəni bizdən soruşur nəyi? Bu AB'nin ortası K'dır, üstə gəlir 3 və CD'nin ortası 2K.
bərabərdir 6. Bu belədir 48. Keçək 30 nömrəli ispata. Üçbucağın uzunluqları A və B olan iki medianları qarşılıqlı perpendikulyar olarsa, baxaq görək burada nədir? Üçbucağın uzunluq medianları qarşılıqlı perpendikulyar olarsa, üçüncü medianın uzunluğunu bunlara bərabər. Bilirik ki, median bu A'dırsa, A, B, C, bu D olsun, bu Y olsun, mediandırsa bunları bərabər işarəsini qoyuram. Mən A-D'yə deyirəm A, mən B-yə deyirəm B, B-yə deyirəm B. İndi baxaq. Deməli, bura olur təpədən başı 3'də 2 A. Bura oldu 3'də 1 A. Bura mən deyirəm 3'də 2 B, 3'də 2 B. Burada oldu 3'də 1 B. Biz buradan mən bu tərəfi tapıram. X'in kvadratı bərabərdir 9'da 4 A kvadratı plus 9'da 4 B kvadratı. Buradan da 9'da 4'ü mötərizə xaricinə çıxarsaq. Vurulsun A kvadrat plus B kvadrat. X bərabərdir 3'də 2 vurulsun kök altında A kvadrat plus B kvadrat. Şimdi bu median, buradan çəkilən median, bu median. Bilirik ki, düzbucaq təpəsindən çəkilən median çəkildiyi tərəfin yarısına bərabər. Yəni bunun çəkildiyi tərəf budur. 3'də 2 kök altında A kvadrat plus B kvadrat. Bunun yarısına bərabərdir. Yəni bunun yarısı olacaqdır nə? 6'da 2. Bura oldu 6'da 2. Bir dəqiqə, burada biz yazdıq mı? Təpədən başlayır 2-1 nisbətində bölünür. 3'də 2, 3'də 2 düzdür. Hə. Olacaq deməli, bura 1, mən Y deyirəm. Y bərabərdir çəkildiyi tərəfin yarısına. Yəni 3'də 2'nin yarısı olacaq 3'də 1 kök altında A kvadratı plus B kvadratı. Təpədən başlayır 2-1 nisbətində bölünür. Burada 2Y-dir. Bizdən 3Y soruşur. 3Y tapanda 3'ə vursaq bunu edir kökdə A kvadrat plus B kvadrat. Deməli, həqiqətən də bu da olsun MC. C tərəfinə çəkilən median, digər iki tərəflərin çəkilən perpendikulyar medianların kvadratları cəminə bərabər oldu. İspat oldu. Uğurlar arzulayıram hər birinizə əziz abituriyentlər. Hesab səhvimiz olmadısa, qaydaya uyğun sualları izah elədik. Hesab səhvimiz olarsa üzrü hesab eləyin. Növbəti sınaqlarda videonu bəyənin. Kanala abunə olun ki, növbəti sınaqları izləməyi unutmayın.